Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə Vaşinqtona gedəcək. Rəcəb Tayyib Ərdoğanın Amerikalı həmkarı Donald Trumpla görüşəcəyi ehtimal olunur. Baş tutacaq səfərlə bağlı detallar liderlərin telefon danışığından sonra açıqlanıb. Səfər zamanı regional və qlobal hadisələrin müzakirə ediləcəyi gözlənilir. Xarici nəşrlər yazır ki, Ankara və Vaşinqton strateji tərəfdaşlığı gücləndirmək istəyir. Tərəflər Avropa İttifaqı ilə müdafiə və iqtisadiyyat sahələrində əməkdaşlığın artırılmasını da hədəfləyir. Analitiklərin fikrincə, görüşdə Cənubi Qafqazdakı proseslər də liderlərin fokusunda olacaq. Amerika Başkanı Donald Trump'ın NATO'dan çıkma tehdidi ve Avrupa ülkelerinin savunma konusunda Amerika Birleşik Devletleri'ne bağımlı olmadan kurtulma yönündeki hamleleri ve Amerika'dan bağımsız olarak savunma sistemi oluşturmasında Türkiye'ye doğru yönelmeleri ve Türkiye'nin de bir NATO üyesi olarak burada kilit ülke pozisyonuna doğru evrilmeye başlaması elbette ki masaya getirilecek hususlar içerisinde yer alacaktır. Türkiyənin Ukrayna böhranı və Suriyadakı proseslərə dair mövqeyi bölgədə sabitlik üçün əhəmiyyətli hesab olunur. Bu, Vaşinqton-Ankara əlaqələrinin normallaşmasına da təsir edən amillərdəndir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan münasibətlərin yeni dövründə ikitərəfli əməkdaşlığın inkişafına əmin olduğunu açıqlayıb. Ankara bütün məsələlərdə məsləhətləşmələrin artırılmasını zəruri hesab edir. Türkiyə lideri Amerika Birləşmiş Ştatlarından terrorla mübarizədə Ankaranın maraqlarına hörmət edilməsinin gözlənildiyini açıqlayıb. Türkiye beyan etmişti ki o da Ukrayna'ya sülh məramları göndermeye hazırdır. Diğer taraftan Suriye böhranı herhalde Türkiye'nin narahat eden bir meseledir ve bunu devlet başçısıyla Donald Trump'la bunu müzakere edecek. Düşünürəm ki, vəziyyət müəyyən dərəcədə dəyişilib və bu da ciddi şəkildə müzakirə olunacaq və ola bilsin ki, Türkiyənin xeyrinə həll oluna bilər. 2019-cu ildə Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemləri alması Amerika Birləşmiş Ştatlarının sanksiyaları ilə üzləşməsinə səbəb olub. Həmçinin bu səbəbdən Ankara F-35 döyüş təyyarəsi proqramından çıxarılıb. Liderlərin baş tutacaq görüşündə sözü gedən sanksiyaların ləğvinin müzakirə olunacağı da ehtimal edilir. Tərəflərin F-16 təyyarələrinin satışının başa çatdırılması və Suriyada müvəqqəti hökumətin fəaliyyəti istiqamətində əməkdaşlıq barədə danışacaqları da gözlənilir.